16 yaşım var idi. Tarixi fevral aylarıydı. 2013'ün fevral aylarından gedirsə bet kirayədə yaşayırdıq və anam ekstra işlərdə işləyirdi ki, atama həm yardım olsun, həm də uşağa baxmaq həqiqətən o dövrdə, indiki dövrdə kimi çətin idi. Və anam yaşından dolayı maaşlı işlərdə işləyə bilmədiyi üçün bu tip işlərdə işləməyə başlamışdı. Yəni Şadlıq sarayında qapıyan və xadimə kimi fəaliyyət göstərirdi və bunlardan birinə məni çağırdı ki, bəs Ayna, mənə kömək lazımdır, gəl mənə kömək elə, mənim iş yoldaşım xəstəliyibdir, gələ bilmir. Mən dedim, okey, problem deyil, anama yardım edərəm, həm də ki, əlavə mənə də qazanc verəcək deyə həmən iş yeri, okey dedim, problem yoxdur. Və getdim, hər kəsin bir çoxların bildiyi, çox səviyyəli, bahalı bir Şadlıq sarayına. Orada başladıq artıq 400 nəfərlik bir toyu yola verməyə. Təsəvvür edin nə qədər qablar gəlirdi, üst-üstə yığılmışdı və mənim gözümə dağ çəkilmiş. Mən bunları həqiqətən eləyə biləcəm ya yox, çünki evdə 3 dənə qabı güclə yuyurdum. Amma anama da dəstək olmaq istəyirdim ki, kömək olum, ən azından işin gülləşsin. Düz hardasa sizə deyim, 10 saat biz qab yuyduq, dayanmadan, ara vermədən. Bəlkə fasilə elədik 10-15 dəqiqə, ondan tərəfə yox. Və qab yanıb yaxın, yəni bitirənə yaxın, ki, saat 4 idi, işıqlar birdən söndü və biz artıq şam işığında qab yumaq məcburiyyətində qaldıq və ondan sonra anam getdi zalı qəşəngcə sildi, süpürdü. Mən də bir yandan şüşələri silirdim, yerləri yığışdırırdım. Bir növ ilk dəfə xadimə kimi işləyirdim. Yəni 16 yaşımda qabıyan və xadimə kimi, hansı ki məktəbdən yorğun arğın gəlib orada işləmişdim. Və bizdə o vaxtda anama 13 manat verirdilər. Eyni zamanda üzərində də yemək, kabab və s. əlavə yeməklər də verildi Şadlıq sarayından. Və biz ona görə gedirdik ki, yemək ehtiyacımızı orayla daha rahat ödəyə bilirdik. Ən azından yemək verdiyimiz pul cibimizdə qalırdı. Və mən həmin günü təəssüf ki, o administrator, Şadlıq sarayı administratoru mənə pul vermədi, yaşım az olduğu üçün. Halbuki yaşım az olsa da bütün işləri orada görmüşdüm. Anam hər nə qədər dava dalaş etsə də onun pulunu ala bilmədi, amma özünə o pulu verdilər. Və saat 5-in yarısı idi, artıq biz qablar qurtarmışdıq, amma avtobus işləmirdi o saatda. Məcbur yatmalı olurdu. Yəni çünki çox yorğunluq və uzanmağa bir yer axtarırdıq. Normalda Şadlıq sarayında foyelərdə belə divanlar, nə bilim, kreslor olur, düzdürmü? Amma o həmin gün orada yox idi. Bilmirəm nədən dolayı. Biz də məcbur yerdə yatmalı olduq. Heç unutmaram, heç unutmaram. Anam bilin kök olduğu üçün onun kurtkası daha iri idi. Mənim kurtkum daha belə balaca idi. Biz yastıq elədik öz kurtkamı. Anam kurtkası isə biz yorğan kimi idi. Qucaqlaşıb yatdıq. Və həmin günü niyəsə bir hönkürtü ilə ağlamışdım. Yəni çox belə pis olmuşdum da. İçdən ki anam xəbər olmamışdı, amma yuxlayıb yatmışdı və özümə söz vermişdim ki, heç vaxt, amma heç vaxt gələcəkdə mən bu çətinlikləri yaşamayacağam. Nə də valideynlərimə yaşatmayacağam. O an özümə o hədəfi qoydum ki, nə olursa olsun öz həyatımı, öz halal qazancımdan dəyişəcəm. Və o gündən o dərs oldu. Bəli, ondan sonra dəfələrlə uğurlu işlərə də oldum, uğurlu işlərimdə oldu, uğursuz bizneslərim də oldu. Hətta hal-hazırda bu dəqiqə öz biznesim var. Çox şükür öz biznesimdə direktoram. Özümlə yanaşı öz həmcinslərimi qazandırıram, onlara da ilham oluram. Bu mənim üçün o qədər xoşdur ki. Amma ən önəmlisi üstündən 13 il, 14 il keçməyinə baxmayaraq hal-hazırda 29 yaşım var. Özümə verdiyim sözün arxasında durmağımdan dolayı özümdən qürur duyuram. Bəli, indi hal-hazırda milyonçu deyiləm, evim, maşınım yoxdur. Amma hədəflərimdən və xəyallarımdan da əsla vaz keçmirəm. Bəzən motivasiya düşəndə, bəzən o çarəsiz bir durumda olanda yadıma salıram o günləri və deyirəm ki, yox, mütləq bu yolun axırına kimi get, hədəflərindən, xəyallarından vaz keçmə. Çünki özün eləməsən, sənə heç kim bu yolda kömək olmayacaq. Bəlkə də bu video sənin qarşına çıxıb, sən çarəsiz durumdasan və yaxud da ki, motivasiyan çox aşağı düşüb. Amma bu hekayəni sırf buna görə danışdım ki, heç vaxt məqsədlərindən, hədəflərindən, motivasiyadan düşsən belə vaz keçmə. Mütləq Allah sənə bir qapı açacaq və o hədəflərinə enində sonunda çatacaqsan. Mütləq şəkildə özünə o inamı itirmə. Nə olur olsun. Təşəkkür edirəm bura kimi izlədiyin üçün və dinlədiyin üçün. Bir like qoyub bir də izləsən mənə çox xoş olar.